Ərəb dilini öyrənmək üçün mütləqdir müəllim olsun, yoxsa YouTube üzərində və yaxud da ki, sosial şəbəkələrdə biz ərəb dilini öyrənə bilərik? Çox dinləyir bir tələbə, amma danışmır. Bu niyə danışa bilir? Ərəb dilini öyrənmək insanın həyatında nəyə Vətən tələbələrlə işlədiyimizə görə onlardan müxtəlif yanaşmalar görmüşük. Demirəm mütləq müəllim lazımdır. Müəllimi əvəz edən ən azından dərsliklər, resurslar lazımdır. Təcrübə biz qazandıqca, yəni 30 il ərzində müxtəlif səviyyəli tələbələrlə işləmişik. Və bu tələbələrin də qavrama qabiliyyəti çox müxtəlifdir. Və ümumiyyətlə xarici dil belədir ki, elə tələbələr var ki, onlar qrup şəklində daha yaxşı qavrayırlar. Elə olur ki, tələbələr çox gözəl yazırlar, oxuyurlar, yüksək səviyyəli tərcümələr edirlər, amma həmin oxuduqları, yazdıqları sözləri dinləyincə başa düşmür. Əgər fonetik baxımından ərəblərə, yəni ki, doğma dildə danışmaq istəyirsə, təbii ki, dinləməlidir. Ərəbləri dinləməlidir. Yenə də mən məsləhət verərdim birinci müəllimi seçsin. Çünki ən azından müəllim onu istiqamətləndirəcək. Birinci dərsdən artıq müəllimi dinləyərkən tələbə hiss edir ki, bu müəllimlə bu qazana biləcək, ya neft kimya sahəsində tərcüməçi işləyirsinizsə, ora istiqaməti gücləndirməlisiniz. Gündəlik işlənən sözlərin də müəyyən üslubi kateqoriyaları var. Yəni, terminoloji bazanızı oranın üzərində qurmalısınız. Tənavvələ feil tutaq ki, məişət termini kimi o qəbul etməkdir. Sən tənavvəltü təam, yeməyi qəbul et, yedim yəni. Ərəb dili təkcə söz əzbərləməkdə, yaxud da qrammatik qaydalardan ibarət deyil. Fəhl Ərəbiyyə verilişində növbəti görüşlərədək bizi izləməyi, bizi paylaşmağı və dəyərli fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Sağ olun, salamat qalın.